Rejim dünyadakı bu progresi içəri buraxmamağa çalışır. Amma Şimali Koreya kimi tam qapada da bilmir ki, içəridəkilərin çöldən xəbəri olmasın. İran Şimali Koreya deyil. Cəmiyyət çöldəki inkişafı, azadlığı, alternativ həyat modelini görür, müqayisə edir və bu dəyişimi arzulayır. Bax, həmin bu arzu ilə onu boğmağa çalışan rejim repressiyası arasında yaranan gərginlik cəmiyyəti partlama həddinə gətirib. Üstəgəl ölkənin rifahı yerinə proksilərə xərclənən resurslar, siyasi ideoloji xətt ucbatından yaranmış təcrid durumu, ölkənin sanksiyalar altında boğulması səbəbilə yaranan iqtisadi böhran, nəticədə daxildə baruta dönmüş bir kütlə, çöldə isə bu zəif anı fürsətə çevirməyi gözləyən strateji bir düşmən. Və hər ikisinin də hədəfi rejimdir. Bax, bu kombinasiya İranda rejimin devrilməsi ilə nəticələnəcək sosial partlayışı artıq ehtimal yox, qaçılmaz prosesə çevirir.